Yoxdur sənə tay, gözəl yar. Gönlüm səni soraqlayır, səsimə ver hay, gözəl yar. Bu səsdə bir çağırış var. Bu ilahi səs haray sala-sala hamıya şadlıqdan, toy-büsatdan xəbər verir. Açılan səhər gündüzün gecə üzərində qələbəsinin rəmzidir. Ləzgi inanclarına görə hər səhər işıq qaranlığa qalib gəlir. Həyat üçün zəruri şərait yaradır. Bugünkü həyat sabahın təməlidir. Bu təməli duymaq, qorumaq vacib şərtdir. Bu məramın qurulmasında xalq mərasimlərinin, qədim inamların rolu əvəzsizdir. Qədim bir kökün ilahi ritmlərini duymaq çətin deyil. Təbiət bu səslə oyanır. Çöl çəmən canlanır, qəlblər riqqətə gəlir. Ətrafa bir qələbəlik, ruh yüksəkliyi hakim kəsilir. Yerdə insanların, göydə qartalların ritmi dəyişir. Həyatın növbəti günü şadlıq axarına düşür. Qədim ləzgi ilahələri olan quçlar haqqında əfsanələr bugün də insanları doğru yola istiqamətləndirir. Gələcək naminə zəfər yürüşündə onları ilhamlandırır. Həyatın axarı insanların ömür ahəngi ilə qarışanda şadlıq, sevinç hissləri yaranır. Bugünkü ab-ı havada bir toy çağırışı, şənlik harayı var. Ləzgilər toy məclisinə biganəliyi böyük qəbahət hesab edir. İnama görə toy şənliyi ilahələrin nəzəri altında keçir və onlar insanların ruhuna ilham verirlər. Toy insanları tanıdır, yaxınlaşdırır, birləşdirir. Bu mərasimin təşkilatçıları toy sahibləri, iştirakçıları isə el-oba, cəmaatdır. Yeni yaranmaqda olan ailənin hamının iştirakı ilə, elli ilə alqışlanması, səadət arzulanması, duaları da müstəcəb edir. Məclisin himayədarı isə tutar ilahəsidir. Adətlərdə bu ilahəyə ehtiram xüsusi yer tutur. Bu ad özündə ağac, ağrı və ilahi möhkəmlik mənalarını birləşdirir. Ləzgi toylarının atributu olan tutaratlar da bu ilahənin şərəfini ucaldılır. Ağac çubuğuna bağlanmış yaylıq, örpək və yaşıl xara parça həm qohumların hədiyyəsi, həm də toyun bəzəyi sayılır. Tutaratları yuxarı qaldırırlar ki, hamı onları görə bilsin. Görməli yerdə yerləşdirirlər ki, məclisi, toy evini bəzəsin. Əvvəllər hətta onları evin damına da bərkidərdilər. Sağlamlıq ilahəsi Mezen də toy məclislərinin keçirilməsinə öz töhfəsini vermişdir. Onun himayəsi ilə ziyafət mətbəxinin əsasını təşkil edən alovlu yeməklər yeddiliyi yaranıb. Bugün də toy süfrəsini savuz, tafun, siqan, ciyər pulovu, kabab, soyutma yeməkləri, isita şirniyyatı, ləzgi çörəyi olmadan təsəvvür etmək mümkün deyil. Məclisi aparan gəncləri rəqsə həvəsləndirmək məqsədi ilə onlara xüsusi içki növü olan tac suyu verirdilər. Bütövlükdə isə hər bir süfrə çay ilə başlanır və elə çayla da bitir. Tutqala, vatqala, çıtqala, faşçalığa uluğuna xeyr başlamışdala, öqnək qarana. Toy səhəri durub qapının üstündən daraq,
qırmızı örpək bağlamaq adətdir. Bu, ilahələrə toy haqqında işarədir. Cəmaat da xəbər tutur ki, bu evdə toy var. Heç kim dəvət gözləməzdi. Çünki qırmızı örpək hamı üçün dəvətnamə idi. Hamı taratların sayəsində toy şənliyindən, yeni ailənin qurulmasından xəbər tutur, şadlığa axışır. Bu, həm də bir fürsətdir ki, onlar ailə quran gənclərə xeyir-dua versin, səadət diləsinlər. Belə bir adət də var ki, məclisi bəzəyən ya da qapıdan asılan şal, yaxud örpək, sonradan toy məclisinin hədiyyəsi kimi ən yaxşı iştirakçılardan birinə bağışlanır. Qədimlərdən gələn bu adətə müasir toylarda da əməl edilir. İllərin dəyişən zaman axarında bu ənənə təzahürünü dəyişsə də, mahiyyətini dəyişməyib və müasir toyların əsasını təşkil edir. Toy əsrlər boyu el bayramıdır, şənlik yeridir. Toy yeməklərinin spesifik ətri, alqış səsləri, şən musiqilər həmişə xoş sorağın elçisi olur, el obanı sevindirir. Başları üzərində toy xonçaları tutmuş qadınlar, onların yol boyu ifa etdiyi mahnılar həmişə şad xəbərin müjdəçisi olur. Toy, qohum qardaşı, eli bir yerə toplayır. Böyüklər, böyüklərindən öyrəndiklərini elə toydaca kiçiklərə öyrədirlər. Beləcə, bu sevincdən hamıya pay düşür.